Artıq uzun illərdir ki, ölkəmizin daşınmaz əmlak bazarında, xüsusən ölkənin böyük şəhərlərindəki mövcud əmlakların satış qiymətlərində ciddi artımlar müşahidə olunur. Əmlakların satış qiymətlərinə bir çox amillər təsir edir ki, digər tərəfdən də ölkəmizdə və regionda baş verən siyasi, iqtisadi və digər səbəblərdən qiymətlərin artması və yaxud enməsi mümkündür. Hal-hazırda qonşu ölkədə baş verən müharibə səbəbindən əmlak bazarında qiymətlərin artırılması ilə bağlı müəyyən məlumatlar yayılsa da, lakin hazırki dövrdə qonşu ölkə İranda hava məkanının bağlı olması və İran-Azərbaycan quru sərhədlərinin bağlı olması səbəbindən həmin ölkədən Azərbaycana məcburi köçkün qaçqın axını mümkün deyil və bu səbəbdən də əmlaklarda satış qiymətlərinin və kirayə qiymətlərinin artması gözlənilmir. Təəssüflər olsun ki, ölkəmizin daşınmaz əmlak bazarı reallıqdan daha çox panikalarla idarə olunur. Yəni, hər hansısa bir panika, yanlış məlumat səbəbindən qiymətlərin artması və enməsi mümkün olur. O baxımdan hazırki vəziyyətdə, xüsusən paytaxt Bakı şəhərində baş verən söküntülər səbəbindən artıq qiymətlərin artması kəskinləşmiş və əmlak alıcıların böyük bir hissəsi artıq mərkəz ərazilərdə deyil, mərkəzdən kənar ərazilərdə əmlaklar alırlar. Paytaxt Bakı şəhərinin baş planı təsdiq olunub ki, 2040-cı ilə qədər paytaxt Bakı şəhəri baş planda əks olunmuş formada olacaq və bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə paytaxt ərazisində mövcud köhnə çoxmənzilli yaşayış binalarının, xüsusən də istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan yaşayış evləri, fərdi yaşayış evlərinin böyük bir hissəsinin sökülüb paytaxt ərazisinə çıxması və həmin ərazilərdə növbəti illərdə fərdi yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının inşası mümkün olmayacağına görə yaxın gələcəkdə əmlakların satış qiymətlərində artımlar mümkün olacaq. Lakin baş verən müharibənin hazırki vəziyyətdə ölkəmizin daşınmaz əmlak bazarına ciddi təsiri yoxdur. Təsir daha çox müharibə baş verən və digər müharibəyə qoşulmuş ölkələr üzərində olan daşınmaz əmlaklarda, qiymətlərdə ciddi şəkildə enmələr müşahidə olunur. Bir zamanlar vətəndaşların daha çox investisiya etdiyi ölkələrdən biri Dubay olsa da, lakin Dubayın da müharibə səbəbindən zərər görməsi artıq həmin ölkədə mövcud daşınmaz əmlaklara tələbatın azalmasına və qiymətlərin kəskin enməsi ilə nəticələnmişdir və digər qonşu ölkələr müharibənin təsirindən zərər çəkən ölkələrdə də bu mümkündür.